niyə dedim? Bir tədbirə qatılmışdım. Çox maraqlı, cəlb edici adı var idi, mövzu var idi. Bir yaradıcı tədbir idi. Ancaq çox təəssüf ki deyirəm, istədiyim kimi fikirləri ala bilmədim. Həmin şəxs bir qədər sönük davranış, yəni danışığı var idi. Əslində yenə deyirəm, bəlkə də onun üçün problem olmalı deyil, amma kimsə əgər həm işini göstərir və yaxud da işi haqqında hansısa bilgiləri ötürmək istəyirsə, burada düşünməlidir ki, mən auditoriyaya necə ötürəcəm, necə enerjimi verəcəm. Çox səsi asta, çox biraz susqun, sakit tərzdə enerjisi aşağı olan çıxışlar o qədər də maraqlı alınmır, o qədər də cəlb edici olmur. Yenə deyirəm, ola bilsin ki, orada mövzu da çox bilgilər də maraqlı ola bilər, amma onu mənə yaxşı ötürə bilmədiyinə görə çox təəssüf ki, mən oradan o qədər də xoş təəssüratla ayrıla bilməyəcəm.